Kim Ramazan ayı boyunca bu menüden istifadə etsə, inşallah tez bir zamanda arıqlayar. Sahur yeməyi, Ramazan menüsü. Sahur yeməyi, 2 ədəd yumurta, 40 qram pendir veya 3 kəsim, xiyar, pomidor, 1 ədəd xurma, 2 stəkan su. İftar, 3 ədəd xurma, 1-2 stəkan su, mərcimək şorbası, 120 qram toyuq əti ilə bulgur, qarışıq kələmli salat. İftardan sonra 1 stəkan yaşıl çay, 5-6 ədəd badam, 2 tam qoz, 1 stəkan su, 2-2.5 litr su içmək olar. İftardan sonra 30 dəqiqə yüngül yürüyüş edin. Bu verdiyim menü ilə bir aya sağlam qidalanın.